Salam əleykum, hər vaxtınız xeyirli olsun. Bu vlogumuz demək yol günlükləri mi deyək, nə deyək bilmirəm. İşə gedirik, işdən və iş götürməyə. Əslində videonun yarımçıq başlamışam. Daha doğrusu kiçik bir videonu mən uzununa çəkirdim. Ona görə belə başlamaq qərarına gəldim. Yəni bildiyiniz bugün motosikl sürməmək üçün hər cürə əlverişsiz şərait var. Və bu əlverişsiz şərait nədir? Yağışdır, dəhşət yağış yağır. Bugün hətta inanın mənə, mən gecə yatmamışam normal. Gecə saat 2-dən başlayıb bu yağış, abeddə bir dənə yeməkdə zaftırıq həll elədi, deyəsən yağış. Sonra təzədən yenə başladı. Bugün axşama kimi də dayanmadan yağıb. Deməli, yağış, dəhşət külək, motosiklı alır əlindən, yəni az qala. Buradan bax, xətlərin üstündən ehtiyatlı getmək lazımdır. Ani qaz vermək olmaz. Düz yola çıxana kimi ən azından. Dəhşət yağış, dəhşət külək. Bu dəqiqə əminəm ki, başıma kimi palçıq çırtlayırdı. Amma da bunun xilas olma yolu yoxdur. Burada olsa yolun görürsünüz də bir də yavaş getmək lazım. Niyə? Çünki bir də görürsən dərinliklər, su dərinlikləri olur. Su tutarları olur yolun ortasında. Yəni bu təəccüblənəcək bir şey yoxdur da burada. Yəni bilirsiniz ki, yol elə bil İnqubah meşəsidir. Bir də görürsən ki, Baykal gölü çıxır qabağa, elə girirsən də o Baykal gölü ilə də gedirsən yavaş-yavaş. Yavaş-yavaş motosiklı idarə eləmək lazımdır. Bunu işləməyə ehtiyac yoxdur, hamınız bilirsiniz artıq. Bir də külək adamın əlindən rolu alır, ona görə heç vaxt əlinizi də boşda buraxmamalısınız. Ümumiyyətlə çalışın, belə havada nə işiniz var çöldə? Mən indi məcburiyyətdən gəlirəm şeyi gətirməyə, veşləri gətirməyə, sabah rayona səfərə çıxacam. Ona görə gedirəm. Yoxsa belə mən nə qıdıram bu soyuqda, qiyamətdə. Soyuq düzdür, təsir eləmir, amma yenə də baxmayın da hava o deyil də. Bir də siz axşam vaxtıdır, görünməz ola bilərsiniz müəyyən qədər. Dediyim kimi, bugün həqiqi mənada sürməmək üçün hər cür şəraitsizlik var. Və bu şəraitsizlikdə sürməyə çalışırıq. Qoy Mercedes-də buraxaq. Ondan sonra bir də gəlir. Sizin nə oldu? Belə şey mi olar? Belə usta mı olar? Bundan sonra rahat gedə bilərik. Qəşəng getdik. Məsələ budur ki, yağış dayanmır, qardaş. Bakıya yağış, qar, belə şeylər yaramır da. Torpaq da gildi bütöy. Torpaq da gil olduğuna görə yağmamış, yəni qalır da, sortuqlaya bilmir. Qalır elə torpaqda. Sonra nə olur? Avtomatik olaraq şey eləyə bilmirsən. Başlayırsan nağarmağa, yağışda xosunboy olmağa da. Su dolur ora-bura, gölməçiyə çevrilir. Qoy bunu çıxardım. Belə. Gölməçiyə çevrilir, yol da görə bilmirsən. Bir də görürsən yolda dediyim kimi bir dənə göl çıxır qabağa, fırç elib girirsən ora. Ona görə ehtiyatlı getmək lazımdır. Yolu check-up eləmək lazımdır. Rəng dəyişimi adı yoxdur. Olsa bütün yolun rəngi dəyişib. Yəni deyim ki, rəng dəyişiminə bax, belə bax, elə bax. Səsim nətər gəlir onu da bilmirəm. Vizoru qaldırmışam. Yenə pinloku taxmaq, mənim IQ-süz beynim, pinloku taxmaq yenə yadımdan çıxır. Evdə dura-dura. Bugün 6 dəfə pinloku o yana aparmışam, bu yana aparmışam ki, taxacam. İndi yola çıxandan sonra yadıma düşür ki, yadıma düşür ki, qırılmamış, pinloku nöş taxmadın. Dayı dedim, heç nədən. Çox sual verən olur ki, bəs yağışda, qarda, qiyamətdə ümumiyyətlə motosiklın nə ləzzəti var? Motosiklın ləzzəti əslində elə bu havalardadır. Xosunboy ola gedirsən ana. Amma su keçirmədiyimiz bir həqiqətdir. Yəni əynimizdəki paltarlar su keçirmir, əzizlərim. Yəni söhbət tək qiymətindən getmir paltarların. Ümumilikdə də bu paltarların təyinatı məhz yağışa davamlı olmasıdır. Yəni yağışa davamlı, təkrarlayıram. Yəni bu motosikl geyimi olduğuna görə bu yağışa davamlıdır. Yəni şey deyil də bu. Nətər deyim sizə, adi geyim deyil. Bunun təyinatı məhz outdoordur, yəni çöldə. Çünki motosiklı çöldə idarə edirsən də, içəridə idarə eləmirsən ki. Amma yenə də yavaş sürmək ən vacib işimizdən biridir. Çünki yol it günündədir. Yəni bir dənə yenə qabağa açmalıyam. Belə eləsək daha yaxşı olar. Bu dəqiqə siz bunu görən bilmirsiniz bəlkə də. Mənim motosiklı süz nətər eləyir? Sağa elə itələyir ki, külək. Mən bunu zülümlə tuturam. Baxın, görürsünüz. Yəni biraz təcrübəsizlik olsa, Allah uzaq eləsin. O şey demiş, lovyalıqda yallı gedəcəkdən həmişə demirəm sizə.
Burada biraz lap yavaşlamaq lazımdır. Tarixi yola keçirik, adət üzrə. Sonra deyəcəklər tarix belə, tarix elə. Güya biz tarix bilmirik. Mən Bakının tarixini oxuyanda çoxları heç tarixdən anlayışı yox idi. İndi durublar mənə tarix dərsi keçirlər. Belə işlər. İşə hələ xeyli var. Bu arada islanmamışam, amma paltar xeyli islanıb, yəni üstü islanıb da, içinə heç nə keçmir, düzdür. Çünki içi qorumalıdır da, keçmir. Mən yəni onsuz da motosiklı moykada yuyuram, bəzən də əynimi də hətta moykada yuyuram, yəni elə fikirləşin siz. Amma istər-istəməz bu havalandırmalar açıq olduğuna görə havalandırmaların da mərkəzi gedir, elə aerodinamikasını hesablayıblar ki, gedir düz burnuma gedir, çatır da. Bu dəqiqə siz yəqin ki, bu arada kamerada da heç nə görmürsünüz. Çünki mən özüm heç nə görmürəm. Qaldı ki, siz kamerada nəsə görəsiniz. Və normalda mənə yol verməlidirlər, amma verməyə bilərlər. Ona görə ehtiyatlı gedirəm. Çünki bilimi olmazsa yol verməsə gəlib üstünə çıxası da olamam. Yəni bir sözlə aerodinamika məsələsinə görə külək iki tərəfdən düz burnunuza vurur. Bu reallıqdır ki, normal olan da budur. Havalandırmanın məqsədi elə nəfəs almaq üçün də, yəni buruna vurmalıdır. Amma məsələ budur ki, buruna vurur, sonra burun olur, elə bil nə deyirlər ona? Xaladenikdən qıpqırmızı olur burun. Ki bu da təbiidir. Bu da təbiidir, təbii ki, təbii bir prosesdir. Mən burada özümü buraxmışam da, yavaş-yavaş gedirəm üzü aşağı. Ay, kimsə Allah kömək olsun, qardaş voltda işləyir. Yazıq, o da mənə kimi qalıbdı çöldə bu yavarda. Deyir, ay ana, doğdum mənə, atdım çöl, qaldım qışda marojda. Nə idi, qışda marojda, nəysə ondan da. Gedirik bala-bala görək, hara gedirik, sözümüz də bilmirik. Mənə bir dənə yol verin, ay İrasim. Görürsən, zülümlə gedirəm da. Bura çıxdıq mı, buradan sonra əsas ürəkdir. Oya, bunlar nədir belə? Oy Allah, polis var. Qabaqda polis var, ehtiyatlı ol, ay əmoğlu. Nə olub burada? Bilsəydim o qaqaşa deyərdim, qabaqda polis var. Heç deməyin mənası yoxdur, çünki 45 dənə polis gəlir. Hansın birini deyəsən. Mən burada yavaş-yavaş sola keçməliyim. Bir də uşaqlar, motosikl güzgüləri gecə vaxtı balaca olduğuna görə mənim özü güzgülərim lap balaca deyənə. Mən keçəndə daha ehtiyatlı keçirəm sol qıraya, sağ qıraya. Salam əleyki. Hər vaxtınız xeyirli olsun, bayramınız mübarək. Bugün yağış bayramıdır. Deyir, elimizə yağış yağır. Bu motosikl... Salam. Qorxdum elə. Motosikl geyimin ən... Qorxdum, sağa baxdım, qorxdum ya, Allah'ın olsun. Elə bildim, içim böğrümdə oturub kimsə. Dedim, o cinşayətdən mi gəlir bu yağışda? Ay əmoğlu, sən nağa, niyə dönmürsən? Allah kömək olmuş. Vuralmısan mı sən? Uşaqlar, kamera yaxşı göstərməyə bilər, normaldır. Bunlar da mənə sıçradır, çırt eləyir. Mən avtobus yoluna girsəm daha yaxşı olar bu arada mən üçün. Avtobus yolundan gələn yoxsa bura bası getdi. Bus station, dana. There is a bus station. This is a police station. Polis mərkəzinə getginiyən. Dayı bunu saymayın da, burada məcburam buraya getmək. Çünki oradan maşınlar mənə çıxsadır suyu. Mən də heç nə görənmirəm. Qabağı görənməyəndə nə tər sürəcəm deyən. Ay Rasim. Yəni başlamayın ki, avtobus zolağı ilə basıb gedirsən, belə elirsən, elə elirsən. Bu məcburi xoddur, əmoğlu. Bunun başqa çıxış yolu yoxdur. Ya ölməlisən, ya dönməlisən. Biz də sözümüzdən dönən də ölüb. Bu arada səsim yəqin ki, gəlmir bu dəqiqə sizə. Zülümlə gəlir də, yəni it gündə gəlir ya da. Çünki olsa özüm öz səsimi güclə eşidirəm, qaldı kimsə mənim səsimi eşidir. Bəlkə də eşidəsin, nə bilim, mikrofondan indi ola da bilər, olmaya da bilər. Əsas can sağlıqda. Nə olsun, bu taksi də qırmızıda dayanıb da, avtobus yolunda dayanıb, nə qayraq. Döyəkmi onu? İnsan dana başa düşə birimizi. Bu çünki dayanırmış. Biraz sıxaq.
Ən qorxulu şey bilirsiniz nədir? Yolda su tutarlarına anidən sürətlə girməkdir. Onsuz da sürət o artdıqca o sağırdan gördünüz xəttə girəndə muftan basıram, sürəti alıram. Yəni güc verməyi kəsirəm. Muftan basanda mühərrik öz gücünə gedir də bilirsiniz yəni ki. Gücü kəsirəm, avtomatik nə edirəm? Rolu sağa sola itələyir. Bura özü də açıqlıqdır yəni. Burada lap çox olacaq. Bu yerə çataq, buradan çıxaq sonra danışarıq. Yəni mən rol düz tuturam, amma görürsünüz mən sağa gedirəm niyəsə. Çünki külək itəlir dana. İtəliyə fıtlayır məni. Vay, belə yağış mı olar? And ola Allaha. Mən Bakıda yağış yaramır dana. Belə yağış olmaz olsun. Bina zamkaniya verir, nə olub ora? Yəni maşından çıxan şeydən görürsünüz də yəqin yağış nədir? Yaxşı görmürsünüz 100%, kamera it gündədir qabağı. Amma yenə də gedir də, ha? Fərq yoxdur. Əsas o da xətlərə çıxmayaq. Böyle başımızda motosikl zat gəlirmi? Kimdə? Biri elə o qardaş idi, başqa hansı səydi bu yağışda motosikla minən. Belə mənim ki beyinsizlər olar bu mənada. Amma bunun ayrı yeri var da uşaqlar. Təcrübə olsun, təcrübəsiz minməyin də, yəni yağışda havada sürməyin. Amma təcrübə olundan sonra çünki çox risklidir də, reallıq budur ki, həm çox risklidir, həm arxa görsənmir, həm qabaqda hər an mani ola bilər, hər şey ola bilər. Həm tormuz məsafəniz problemlidir, sürüşmə ehtimalınız çox yüksəkdir. Hələ traction control zad yoxdursa ümumiyyətlə, küləyi görürsünüz əlimdən nətər alır, məni sağa itələyir. Bunların özü də bir dərddir yəni. Yəni Allah eləməmiş, raşotunuzu düzgün götürməsə, hesablamanızı düzgün eləməsə, sağdan soldan gələn texnikaya çırpa bilər maşın, motosiklı, sizi. Yəni ona görə tövsiyə eləmirəm, amma yəni kimsə deyir, yağışdan nağa ayırasan, qardan nağa ayırasan. Yəni yağış qar bizə dəxli yoxdur da, hər zaman hər şey eləyərik. Yəni əsas bunu sevgidir. Bunu yəni izah eləyən mənəm də. Yəni siz bunu məndən soruşmayın. Bunu sürənlərdən soruşun. Bildinizmi? Bura laf küləkli olacaq, çünki bura çox açıqdır. Yəni özünüz görürsünüz baba, sağa sola gedir. Motosikl düz dayanmır ha. Elə bir içib motosikla içizdirmişəm. 95 içib özünü piyan kimi aparır. Hələ xeylaq var bu arada. İşə çatırır. Amma işdən də evə qayıtmağı da var da buna. Görəsən körpünün altı sudurmu yenə? Bax orayla getmək də mənə bir dərd alıb ki, gedəcəm orayla görəcəm körpünün altı sudur. Gərək təzdən elə gəldim yerinə qayıdım. Oy Allah, sən öl, qırğındır, ana qoy bunu açım. Belə yağış mı olar hə? Ay Rasim. Qoy buraya kameranı siləm. Arada bir kameranı siləm, nə qayraq? Şüşə silənimiz yoxdur. Burnumdan su bürsün ətər axı. Nəbinin bığlarına oxşayır bu dəqiqə burnum. Bu video niyə var bilmirəm. Mən niyə işə gedirəm? Kamera zat götürməyə. Sabah ezama gedəcəm. Dəyərmi getməyə? Dəydə də dəyməsə də getməliyəm olsa. Açığı deyim, sabah tezdən də gedə bilərdim, amma biraz action axtarışında olmağım, bu il motosikl sürməməyimə görə indi getməyə daha üstün tuturam desəm yeri var. Buradan keçərəm mən. Görürsünüz, amma qazımı elə artırdım ki, fısıllığa girmədim. Bir də döngələrdə muftan basıram, gücü kəsirəm. Qoy öz gücü ilə girsin motosikl şeyə. Bu dəqiqə elə istəyirəm ki, tank sürürəm. Başa düşürsünüz, pinlok da taxmamışam, elə balaca bir deşikdən qabağa baxıram da tank sürürəm. Allah uzun olsun, çox adam heç ümumiyyətlə pinlok işlətmir, ona görə o lap axmaq məsələdir də. Yəni pinlok yeni olmağı biraz xeyirlidir də cəmaət. Hə, belə havalarda daha ehtiyatlı olun. Oy Allah, burada nə pis küləyi var. Bir dəqiqə buranı keçək. Danışmağa ehtiyac yoxdur.
Bir dənə külək, bir dənə qırğın, bir dənə dəhşətül vəhşət var burada. Dəhşət dana. Yəni belə yağış mən ancaq İsmaildə zadda görmüşəm dana. Bir dənə mənə yol ver qardaşım. Görürsən ki, totoşumla əlləşirəm. Sən elə bir güləşirəm də, yəni motosiklə güləşirəm. Baba sağa itər, tam elə bir kimsə vurur məni. Bir dəqiqədə bax gərək girə soxacan da özü. Yəni hə, Əhməd ağa. Əhməd ağa vurdu dağa, çıxdı bağa, anəm düşdü dağa. Hara gedirəm heç özüm bilmirəm, sən yolu görmürəm. Hə, belə düşək. Əsas odur, təxmini görürük də. Ya Allah, buna açaq, işə çatdıq, əsas odur. Yəni belə baxsaq görərsiniz ki, paltarım nə gündədir. Zulumba. Bildiyiniz zulumba suyam, amma bədənin su keçirmir. Maraqlı tərəfi oradadır. Əla. Veşimiz hazırdır. Evə gedə bilərik. Əlcəydəki istanıbdır, yəni əlim. Barmaqlarımı keçirdənə kimi zulüm çəkdim də. Musiqi də qoşmamışam. Ümumiyyətlə, yağışlı havalarda, belə havalarda, arxa güzgünün olmadığı bir sözlə, güzgünün tam görüş vermədiyi hallarda mütləq dərəcədə şey eləməliyik. Nə eləməliyik? Musiqi və s. kimi şeylərdən istifadə etməməliyik. Çıxaq yolumuza solla gedəcək, təzədən gəldiyimiz yerlə qaydaq. Çünki o biri yollar nətərdir bilmirəm. Açığı deyim, o biri yollar nətərdir bilmirəm. Əslində gəldiyimiz yerlə deyəndə burayla getməməliydim. Mən niyəsə burayla getdim. Biraz belə fıyda bilərik əslində. Bir çıxan belə. Xət nəzarına, vəsə. Hamı da sağa dönür, nə olub? Sağda nə var? Yolda da sarı xətlərə çalışıram ki, çıxmayayım da. Həmişə xətlərin böyrü ilə başına fırlanam. Qabaqdan sağa gedəcək biz. Yenə gökyüzünü bulud aldı yar. Mən niyə gəlmədim, harda qaldın? Yenə gökyüzünü bulud aldı yar. Bəs niyə gəlmədim, harda qaldım? Dalalay day lalalay day dalalay day lalalay. Dalalay day lalalay dalalay day. Bayaq nə deyirdim? Döngələrdə, dönən yerlərdə, çox sürüşkən ola biləcək yerlərdə, kəskin döngələrdə muftan basıb gücü kəsib standart güclə getmək lazımdır. Yəni elə eləyə bilərsiniz. Amma sonra ani sürətlənmə eləməyin də. Yenə elə olduğu sürətlə də davam eləyin. Nə oldu ya? Belə ustam mı olar ya? Belə də biraz sürətlənirəm ki, arxadan məni sıxışdırmasınlar da. Yəni, çox da maif qasım kimi getmirəm. Normal sürətimi də qorumağa çalışıram. Yəni, mənə təhlükə yaratmayacaq normal sürətdən gedir söhbət. Yoxsa belə də ağzıma ayırım, mənə təhlükə yaratmasınlar, sıxışdırmasınlar deyib qaza basmıram da. Yəni, bilirəm ki, mən bu hansı sürətlə geçsəm mənə xələl dəyməz. Xələl nədir? Xələl kimdir? Arxa güzgülər olsa işıqlı olduğuna görə orada bir amcı olsa işıq dəyən kimi çezir də. Yəni, heç nə görsətmir. Ona görə siz elə də fikirləşin ki, qarşıdakının da arxa güzgüsü normal göstərmir. Yəni, onu nəzərə alın. Yəni, elə hardan gəldi, nətər gəldi, girməyin. Çünki, görsən, rolu sağa alır, mən sola eləyirəm. Məni sağa aparır, mən sola geyirəm. Dana, imkan vermir dana mənə. Ola biləcək dünyada motosikl sürmək üçün ən əlverişsiz şərait, hava şəraiti budur yəni. Külək, yer sürüşkən, hər yer xətt olsa, yəni bildiyiniz dəhşət yağış, yəni yağış dayanmır da buna bax. Külək elə Bakıda küləklər şəhərdə axı. Külək olmasa yağışdan normal sürmək olar. Və yaxud da ki yağış olmasa küləkdə yenə bəlkə normal biraz sürmək olar. Amma həm yağış, həm külək, həm qaranlıq, yəni ola biləcək bütün əlverişsiz hava şəraiti var. Sağ boşlu mən sağ bus yolundan bir amcı çıxmaq
iqtidarındayam. Niyə? Özüm də bilmirəm. Yağış yağır deyə. Əslində vaxt saat necədir? Saatdan xəbərim yoxdur. Məncə bus yolu yox hələ tezdir. Bus yolu büz bağlar, dəstə gül bağlar, balam hey, nə olur? Məni vurub elə. Səncə arxadan gəlib vurmasın da mən qabaqdan gedib öz yolumu şey eləyəcəm. Çünki bəzi hallarda ən çox durduğu yerə vururlar ya arxadan. Onun səbəbi telefonla oynayanlardır da. Heç olmasa yağışda telefonla oynamazsan da, yəni. Əsas məsələ odur. Çöldən baxan deyir ki, bu cuqqala culumbası olub. Amma içərdən quruyam da. Yəni, mən onu nətər sübut eləyim? Soyunum mu sizə görə? Desinlər, sənət üçün soyundu. Qaqa, nə olub sən? Niyə? Bax, görürsən, ani bir manevr eləyir, sağa döndər. Mən buradan düz gedəcəm, bağışlayın məni. Biraz qayda pozmuş ola bilərəm, amma bu dəqiqə həyatdakı ən axırıncı düşüncəm qayda pozmaq məsələlərdir. Sağ çatmaq qayda pozmaqdan daha vacibdir. Qayda pozduğum qayda da kobud. Bax, görürsən, aləm dəydi birinə, bax. Çünki qardaş sağa çıxacaq, bilmir nətər sağa çıxsın. Rutsnoy çəkib çıxacaq az qala. Bir də belə xam sürücülərin əlində qalmaq məsələsi də var da. Yəni, o lap betərdir. Çünki bilmirlər, nə inəsinlər, nə inəməsinlər, nətər idarə eləsinlər. Mən burada... Bir də burada çıxaq. Hop. Bir də kanalizasiya qapaqları zad var ha. Bax, onlar anormal sürət olur. Anormal şeyli olur. Sürüşkən olur. Yəni normal şeydən daha sürüşkəndir. Ona görə onlara da diqqət eləmək lazımdır. Yəni onların üstünə çıxıb, yenə məsələ əslində üstünə çıxmaq məsələsi deyil. Birincisi çalışmalısınız, çıxmayasınız. İkincisi də əgər çıxırsınızsa da ani sürətlənmə, ani tormozlanma eləməyin də. Yəni ani hərəkətlərdən qaçının. Qoy öz sürəti ilə girsin, keçsin oradan. Və yaxud da ki, ani manevr, sağ-sol eləməyin. Yəni motosikli düz tutun, öz gücü ilə basıb keçsin oradan. Əgər bu yağışda da mənə bu avtobus zolağında getdiyimə görə mənə cərimə yazırlarsa, heç nə demirəm. Ay Allah, polis gəlir arxadan, məni şaqqalayacaq. Sən oradan. Olsa culumbayam. Mənə saxlama, əm olur. Sağ olsun, öpürəm səni valla. Yəni sən məni başa düşdün, sənin sözüm yoxdur daha. Halal olsun belə polislərimizə. Buyurun olsa, kim nə deyir desin. İndi həmişə reallığı demək lazımdır. Buyurun bağlayayım. Bugün polislərimiz o qədər əziyyət çəkib. Bugün yəqin ki videolarda hamı da görüb da bunu da. Yağış, qar demədən həmişə əziyyət çəkirlər də. Yəni nə olur olsun görürsünüz də. Onu oradan xilas eləmək, bunu buradan nə bilim şey eləmək, nə qədər əziyyət çəkirlər bir Allah bilir də. Yəni biz evdə isti yerimizdə oturanda onların çəkdiyi əziyyəti görməmək olmaz. Allah bütün hər kəsi qorusun. Heç ümumiyyətlə polis, nə bilim hərbiçimiz, fərqi yoxdur. Hər kəsi. Çatdırılmada işləyənlərimizi, ustalar, fəhlələr, hamı bir tikə çörək üçün əziyyət çəkir. Heç kim kefindən, nə bilim, əyləncəsinə yağışda, çöldə gəzmir, yəni bunu bilin. Bax, görürsən, mənə sağan görsün nətər itəliyir. Sağa mən getmirəm, ha, özü mənə sağa itəliyir. Yaxşı olacaq deyirlər. Əsas odur, rolu bərk tut. Yəni, bərk deyəndə çox da bərk tutmağa olmaz, ha, yəni. Normal, əsas odur, rolu boş tutmayın. Çünki sərt tutanda da rola güc verirsiniz, ağırlığı verirsiniz. Bir də görürsünüz, tank sleeper zad yaşadınız. Nə bilim, min cürə şey ola bilər. Sürüşə bilərsiniz, aşa bilərsiniz. Əsas odur, tormuz məsafəsini görürsünüz, mən nə qədər saxlayıram. Tormuz məsafəsini düzgün saxlayın. Bir də sağla, solla gələn maşınlarınıza bilirsiniz də, yəqin ki, motosikildə belə bir şey var da, sizin təhlükəsizlik şarınız var. Ətrafınızda bir maşın qədər, yəni maşın ölçüsündə fikirləşin özünüzə həmişə. O ölçüdə yeri boş saxlamalısınız. Mən indi görürsünüz, həmişə sağımda, solumda, qabağımda, arxamda o qədər boş yer saxlamağa çalışıram ki, risk yaratmayayım. Yəni, çox yaxınlaşmıram ki, məni əzməsinlər. Həmçində çox yavaş getmirəm ki, məni yenə gəlib arxadan vurmasınlar. Yəni ki, bəzi hallarda, məsələn, dönürəm, muhtan vası saxlamışam, özü dönür. Özü girdi, sonra yavaş-yavaş qardaş nə qayır, özü yavaş-yavaş muhtan şey elədim, yavaş-yavaş qaz verirəm, amma qazı da ani vermirəm, ha. Onda hissiyat olmalıdır, biraz bilməlisiniz ki, sizə nə qədər qaz lazımdır.
Yəni bir də belə ha eləyib muftan basıb eləyib arxanı sürüşdürə bilərəm, qaçırda bilərəm. Yəni yerimdə 1000 dənə şey ola bilər. Ona görə mufta ilə düzgün idarə eləmə məsələsi də çətindir. Yəni elə hay mən eləyərəm deyib də şey eləməyin. Bir də heç vaxt özünüzü riskə atmayın. Həmişə nətər deyim, diqqətli sürün. Heç vaxt özünüzü riskə atmayın. Təhlükələrdən qaçınmaq əvəzinə təhlükəyə girməmək ən böyük üstünlükdür. Bunu bilin. Təhlükəyə girmək əvəzinə, təhlükədən qaçmaq əvəzinə təhlükəyə girməmək ən böyük üstünlükdür. Yəni ən yaxşı halda təhlükə ilə heç salamlaşmayın da yəni. Bir də burnunuzun fırtlığını üstünüzə silməyin. Belə eləyin. Kaskuzda sonra fıtlıq olmasın da. Fıtlıqlı uşaq olmayın sonra. Baxın görürsünüz yenə eyni metodla dönürəm, təhlükəsiz olsun deyə. Ani şey eləmirəm, ani döngələr eləmirəm, yəni kəskin dönmürəm, başa düşürsünüz? Motosikli yatırmıram. Bədənimi yatırmağa çalışıram, bədənlə girməyə çalışıram. Kəşki o biri, bax gördünüz, bax bundan ehtiyatlı olmaq lazımdır. Gördünüz, ani külək şeyin arasından vurdu. I am sorry bro. Heç, yəni ruchnoy da artıq dönmək lazımdır, ruchnoy. Bax, muftan bastım, bax, girdi motosikl, yavaş-yavaş qazı verirəm. O motosiklın tələb elədiyi səviyyədə qazı verirəm. Düzdür, bura bəlkə də biraz qayda pozuram, xəttləri keçirəm, amma bu dəqiqə qayda pozuram demək olmaz əslində. Yəni, kobud qayda pozuntusu deyil də, diqqətim yoldadır. Amma əsas odur ki, təhlükəsiz dönüş eləyirəm də. Əsas məsələ budur. Bir də, mən gəldiyim yol haradırsa, orayla gedəcəm. Onun səbəbi də odur ki, mən artıq arxayınam ki, o yol problemli yol deyil də, başa düşürsünüz. Burada kim keçir? Vay, ona bu qapqara geyinib sən olur, alın, bir özü fosfor zat taxtana. Mən bilirsiniz, polis hüquq mühafizə orqanlarında işləsəydi və yaxud da ki, hüquq mühafizə yox. Məni İsmailin deputatı seçə bilsəz, ya da haransa deputatı fərqi yoxdur. Mən deputat olsam, ilk verəcəyim qanun layihələrdən biri bilirsiniz nədir? Gecə vaxtı sərnişinlərin yol hərəkətindən, yol piyada keçidlərindən və s. keçdikdə mütləq fosforlu papaq. Bütün ölkədəki sakinləri fosforlu papaqla təmin eləyəcəm. Mənə səs verin. Mənə səs verin, deputat olacağam. Fosforlu papaq taxsınlar qoy. Elə də avtomatik olaraq nə olacaq? Yolda hamını görəsiniz. Ən azından yaxşı ideyadır. Əslində bu fərqindəlikdir. Bu insanın özü eləməli olduğu bir şeydir. Görək mənə yol verəcəklərmi? Xahiş edirəm. Mən bilirsiniz ki, bu dəqiqə ölümdən. Hə. Bu əslində fərqindəlikdir də. Bu yəni olsa yaxşı olar. Oranda balam hey. Buradan da ehtiyatlı çıxmaq lazımdır. Oranın yolu it gündədir. Bu xəttlərə də çıxmıram. Buradan sonra yavaş-yavaş biraz qaz verdim, muftanı buraxıram. Amma yavaş-yavaş da qaz verməyə davam edirəm. Qaz vermək deyəndə yox ha. Yəni həmin o sürət var. O sürətlə davam edirəm. Sonra çıxdım düz yola, biraz basıram, petazlayıram. Vso. Biraz petazlayıram. Çox bozu kimi yox. Biraz, bir balaca. Biraz daha. Biraz da ola bilər. Qudururam. Bəsdir, qudurdum. Daha məsələ, görür ki, eşşəkdir də, eşşəkdir. Yəni, əstağfurullah, qaqa. Lənət sənə kör şeytan. Görsən ki, motosikildə gəlir. Onsuz da Allah umudu gəlir də, yəni, yağışdır. Belədir, elədir. Nə bilim vallahi, insanları... Allah əfv eləsin səni, mənim qardaşım. Üzr istəyirəm, eşşək dedim sənə də. Bu dəqiqə elə bir vəziyyətdəyəm ki. Yana biraz güləşirəm.
Dediyim sözləri mən demədim bu arada. Mən idarə edəmirəm bu dəqiqə özümü. Çox yavaş gedəndə görürsün adamın eyni şapalaqlayır külək. Ona görə çox da deyir yavaş getmək olmaz da. Çox da sürətli getmək olmaz. Bu dəqiqə bir nəyəm? Şap başarab deyir, şap başarab. Külək sağ eləyir, sol eləyir. Siz prosto mənim idarə elədiyimi görə bilirsiniz də, amma siz ümumiyyətlə nəsə görə bilirsiniz, bilmirsiniz, onu da bilmirəm heç. Çox ehtimal heç nə də görməyə bilərsiniz. Çünki yağışdan olsa nə görəsiz ana? Allah umudu gedirik ana. Biz indi hara ilə gedək ki, səliqəli yol olsun. Buradan sağ, sonra sol, sonra sağ. Ən yaxşı yol oradır. Oo, qəşəng. Axırda gördünüz nətə şapalağı qoydu külək qulağımın dibinə. Sən, oy Allah. Belə şey mi olar hə? Sən dayanmaq olmur, getmək cəhənnəm. Bulaq başı toz olar, üstü dolu, qız olar balam hey. Deyir, bulaq başında niyə toz olur? Bulaq başı niyə toz olur aşağı? Maraqlı sualdır o. Sən öl, deyə. Ördək nəm çəkdiyənə oxumur. Ördəyimizin pətənəyi dağıldı aşağılar. Ördəyimiz nəm çəkibdi, oxumur da. Buradan sola dönək. Həm oğlu, məni sıxışdırmayın da, gedirəm yavaş-yavaş. Yaxşı, həm oğlu sıxışdırmır olsa da. Deyirəm, bu dəqiqə kimsə sıxışdırmaq halı varmı? Allah kimi olmuş. Yol sənin də, həm oğlu, get görək. Yenə muftan basıram, muftan bastım. Özü girdi. Sonra yavaş-yavaş qaz açıram. Getdiyim sürətə görə qaz açıram. Bax, bunu eləyə bilirsinizsə eləyin. Eləyə bilmirsinizsə eləməyin. Sonra mənə demin ki, ay Allah, dediyi elədim, getdi girdi loviyalığa. Loviyalığa girəsən, canını azlar. Dedim, axı elədiyim kimi elə. Kəskin döngələrdə əgər qaz idarəniz, qaz vermə bacarığınız yaxşıdırsa, muftanı basıb dönüş eləyə bilirsiniz. Məsələn, baxın, muftanı bastım, bayaq dönür. Özü döndü, sonra yavaş-yavaş onun istədiyi tələbə uyğun qaz verirəm. Onun istədiyi tələbə uyğun. Özümdən hoqqa verib 300 vermirəm. Yəni, qazı çox vermirəm. Yəni, eləyə bilirsinizsə bunu eləyin. Yoxsa eləməyin. Adamı cinatına mindirməyin də. Yeni bir deyəcək, niyə ancaq ağ xətlərin üstündən getdin? Niyə nə bilim filan yerindən getdin? Qardaş, əgər mən gedib evimə çatmışamsa və demək ki, düzgün şəkildə eləyirəm. Mən onun üzərində qaz vermirəm, onun üzərində ani manevr eləmirəm. Mən bilirəm ki, nəyin üstündə nə inirəm. Heç kim burada ağırlı mənə cinatına mindirməsin də. Güya həyat çox xoşbəxtdir. Həyat çox gözəldir bu arada. Kim nə deyir desin. Hər şey gözəldir həyatda. Sən bu gözəllik yaradan bilsən. Все, bir həftə burada dayanarıq. Həqiqi hər şey əladır. Super. Gözlərim hər axşam axtarırsan, bilmirəm yollar. Qardaş, bu Bakıya yağış yağmasın da, nə olar? Bu səviyyədə yağmasın. Normal yağsın, bu səviyyədə yağmasın. Bu infrastruktur, Bakının infrastrukturu, deyə də bilmədim, dilim topu vurdu. Bakının infrastrukturu heç nəyə hazır deyil. Belə yağışa da hazır deyil. Allah hamd olsun. Üstümə bax, Cunqliyə meşəsindən gəlmişəm elə. Bakı ümumiyyətlə paytaxt olmaq üçün həqiqətən heç əlverişli yer deyil. Birincisi torpaq olaraq, iqlim olaraq. Yəni Bakının bir dənə müsbət tərəfi yoxdur ki, həm strateji olaraq yaxşı yer deyil. Yəni o vaxtı Şamaxı olub, dostlar, zəlzələ olmasaydı, Allah eləməmişdə, Şamaxıda seismik zonadır da, indi orada həmişə zəlzələ olur. Yəni zəlzələ olmasaydı, paytaxt bəlkə də köçürülməyəcəkdi də, yəni məsələ budur. Baxın, ben baxıram ki, arxada maşınlar çox gəlir. Yəni, onları da paz olub
saxlatdırmaq istəmirəm də yolda, başa düşürsünüz, amma özümü riskə atmamış sürətlənmə eləyirəm. Hə, yəni Bakı həqiqətən də bu paytaxt olmaq üçün bir dənə belə əlverişli məqamı yoxdur da. Yəni deyəsən ki, bax buna görə Bakı paytaxt olmalıdır. O səbəb yoxdur, yəni bir dənə belə səbəb yoxdur. Amma indi olub da, yəni nə etmək olar? Düzdür, ticarətin mərkəzi olub və s. və elə axır, amma nəticə olaraq strateji olaraq da riskli yerdədir. İqlim qurşağı olaraq da riskli yerdədir. Hər şey olaraq riskli yerdədir. Arxama baxıram güzgüdən. Az çox maşın yanırsan, qardaş, sən məndən də betər gündəsən. 100%. Yəni buradan çıxaq yaxşı olacaq. Vəsə, vəziyyətimiz düzəldi. Qonaqlar hamısı gəldi. Məclisimiz tamam düzəldi. Və bu yağış dayanacaqdı gün altından sonra. Nə oldu bu yağışa? Elə yağmağa davam edir ki, ay Allah, bu nə gündə yoldur. Bax orada gördünüz, yolu gördünüz nə gündə idi. Məsələn, o xət var ya, o xəttin üstünə çıxdınsa, ani sol eləyib, sağ eləyib çıxmaq olmaz. Yaxşı oldu ki, elə onu göstərdim sizə. Gördünüz, mən buraxmadım rolu, düz saxladım, o xəttin içi ilə davam elədim. Çıxmağını gözlədim. Çox dərin olmadığına görə. Dərin olanda da olsa nə olur olsun ani çıxa bilməyəsiz oradan. Yəni oradan ani çıxmaq məntiqsiz hərəkətdir. Buradan amma sola dönəcəm. Yəni Fələ Firdevs də gəlsə mən düz gedib oradan dönəm. Olsa bütün maşınlar buradan sola dönür. Mən artistinə gedib həmişə qabaqdan dönürəm. Artistinə deyəndə qayda qanun olaraq da. Amma deyir keçəldən vürtükdə qənimətdir. Nə qədər buradan dönsə. Bax mən görürsən sağa eləyirəm, o sola eləyir. Get görəyim oğlu, get görək. Sağa baxıram yenə də, bilmək olmaz da xəstənin biri gələr. Gördünüz, sağa nətər gedir. Əlim görsünüz, həmişə muftadadır. Mühərrikin gücünü kəsirəm. Çünki ani mühərrikin gücünü kəsməsəm, o məni itələyib, külək məni atıb divara da sıxa bilər. Arxamda bu arada maşın çox yaxındır. Biraz sıxaq. Buradakı elə bil düşmən səngərləri var bu yolda. Ona görə bu yolla lap ehtiyatlı olmalıdır. Dalini yandıram, heç kimin gözünə düşməmiş. Burada sağda akoplar var. Səngərlər davam edir. Görürsünüz onları, səngərlər var. Əsas o da evə çatırıq. Və həqiqətən də həyatımda bir dəfə, gəlin son bir hekayə də danışım, sonra o ilə də videomuzu bağlayaq. Deməli, bir dəfə Qəbəliyə getmişəm. Qəbələdən qayıdıram, yağış başladı və mənim də problemim oradadır ki, mən də vizör götürmüşəm, amma qara vizördür. Burada qara vizör taxanlara səslənirəm, bu video sizə uyğundur. Qapqara vizör taxmışam, avtobus xahiş edirəm, mənə bir dənə yol ver sonra. Hə, qapqara vizörü taxmışam, qardaş, Qəbəliyə getmişəm, qayıdıb gələndə hava qaranlıq, yağış da çırpır. Bu səviyyədə yağış yağır. Qəbələ özü İsmailli Qəbələ zonasının birisidə gündür, bir də görürsən ki, yağış çırpır. Nəysə qardaş, yağış başladı, nə başladı? İndi vizörü bağlaya bilmirəm, heç nə görmürəm də, qapqaranlıqdır, zülmət gecə. Vizörü də aça bilmirəm, yağış gözümə nə tər çiliyirsə, yenə heç nə görmürəm. Allaha and olsun, ağlaya, məni boyda orada neçə idim? 18 yaş, 19 yaşım zadım olardı. Eşşək boyda oğlan, ağlaya nə tər gəldim, çatdımsa evə. Motosikli tulladım qırağa, onda Zontes Sport idi. Motosikli tulladım, təpiklə vurdum böğründən, plastiklərin zadını qırdım əsəbdən ki, sən nə qədər nəysə, sən nə qədər beyinsiz adamsan ki, yəni qara vizör taxırsan da. Ondan sonra mən qara vizör məsələsini həyatımdan çıxartdım. Çünki mən xoşlayıram ora-bura getməyi. Yəni qara vizörün verdiyi bir dənə müsbət cəhət odur ki, gündən qoruyur. Yəni mən artistliyi sevən bir deyiləm. Özümü göstərməyi sevsəydim, çoxdan özümə bir dənə bahalı bir dənə motosikl alıb yalandan artistliyi eləyə o yana gedib bu yana gələrdim. Yəni 1000 dənə şey eləyərdim də. Yəni məndən bəlkə də yaxşı geyinə, məndən bahalı motosikl sürən olmazdı yəni. Yəni o inanın mənə onu eləyə biləcək potensialda adamda. Beynim yəni ən azından onu qədər cinli mayıldı. Yəni atdı vəsə. Amma məsələ budur ki, ehtiyacım yoxdur da. Birincisi göstəriş sevən bir deyiləm. Amma göstərişdən əlavədə ki, tələbat məsələsi var da. Mənim tələbimdən artıqdır o. Boş yerə, yəni ki, onu nə edirəm ki mən?
Yəni demək istədiyim odur ki, qara vizor taxanlara səslənirəm buradan. Qardaş, yalandan artistliyə qara vizor taxmaqla heç nə düzəlmir. Vallahi heç bir mənası yoxdur. Hə, gün olanda bu indiki olsa kaskların 80%-də eynək var. Eynəkli bir dənə şey taxırsınız, kask vizor. Onu ilə bütün məsələ özü həll eləyirsiniz. Boş yerə ay bunu belə eləyim, onu elə eləyim, yalandan rasxod eləməyin də adı yoxdur. Və gəldik, çatdıq evə bu arada. Həqiqətən də sağ olun, videomu bəyənib paylaşmağı unutmayın. Belə videoların gəlməyini istəyirsinizsə, fikirlərinizi mənimlə bölüşün. Sizin fikirləriniz mənim üçün həqiqətən çox dəyərlidir. Ona görə deyir, eşq-i mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin. Hoppa.